Selamun aleyküm əziz dostlar. Bu Vədə Cümə günündə sizdən görüşməyimə şadam. Bilirsiniz, bu neçə gün əvvəl Hesablama Palatası bir dövlət qurumları haqqında onların il ərzində, ümumiyyətlə işləri haqqında rəqəmlər ortaya qoyur. Təbibdən başlayaraq tutmuş, gömrüyə daxil olmaqla bir neçə dövlət strukturundan və orada biz nə görürük? Hamısında yeyinti, korrupsiya, çatışmamazlıq, pullu olaraq xərclənib bilinmir. Yəni bu Hesablama Palatası bu fəaliyyəti təbii ki, öz fəaliyyət deyil. Bu ən yuxarıdan gələn bir tapşırıqdır ki, bu Hesablama Palatası bir dövlət qurumlarının belə deyil. Özləri üçün nəticələri məlumdur, onu araşdırırlar, o heç. Amma bu biri var daxili kassa, biri var ictimai mediayı. Bunu yaymağı bu artıq görünür ki, ən başdan gələn tapşırıqdır ki, bu dövlət qurumlarının çatışmamazlıqlarını, paxırlarını, zibillərini belə deyək, çıxardıb göstərmək cəmiyyətə. Və biz burada nə görürük? Hamısında çatışmamazlıqdır, böyük çatışmamazlıqlardır. Düzdür, hələlik indiyə qədər, məsəl üçün, bizdə əvvəllər də olub, məsəl üçün, Statistika Komitəsi bir rəqəmlər deyib, məsəl üçün, digər bir strukturumuz bizim başqa rəqəmlər deyib, dövlət strukturumuz fərq etməz. Məsələn, Statistika Komitəsi bir rəqəm deyib, vaxtilə Maliyyə Nazirliyi bir rəqəm deyib, İqtisadiyyat Nazirliyi başqa bir rəqəm deyib, indi də görək təbib bir rəqəm deyir, nə bilim, Hesablama Palatası başqasını göstərir, gömrükdəki bu çatışmamazlıqlar ortaya çıxır, amma indiyə qədər bir adam da buna görə cəzalandırılmır. Yəni, prokurorluq cinayət işi açılmır. Çünki prokuror da həmən o tapşırıq gözləyib cinayət işi açsın. Mən ümid edirəm, heç olmasa bu dəfə tapşırıq gələcək və kiməsə görə heç olmasa bir şifahi bir cinayət işi açılacaq və bunlar bir yoxlanılacaq. Amma nədən məsələ gedir? Bu ortada bir fakt var. Azərbaycanda böyük bir yeyintidir. Yəni, biz bunları əvvəl deyirdik, bizə deyirdilər, siz bu boyda inkişafı görmürsünüz, paxıllıq edirsiniz və s. Niyə paxıllıq edirəm? Mən Ermənistan vətəndaşıyam ki, Azərbaycan uğurlarına paxıllıq edirəm. Amma xəstə yap təfəkkürü var. Çıxırdılar orada nəsə cavab vermək üçün o sözlər deyirdilər. Bu siyasi mənada xəstə təfəkkürlü adamlar. Amma indi görürsünüz, sizin dövlət qurumunda Hesablama Palatası bir paxırları ortaya qoyur dövlət qurumlarını təbii başlayaraq, gömrük qutararaq. Bu ki, onlar da paxıllıq eləyirlər. Onlar da Azərbaycanın inkişafını görmək istəmirlər. Biz burada bir görürük ki, Azərbaycan böyük bir yeyinti, korrupsiya avquşundadır. Biz bunu illərdir deyirdik, amma indi özləri artıq bunu deməyə başlayıblar. Və bu korrupsiya, sizi deyim, Azərbaycanın ən birinci düşmanıdır. Bu yeyinti. Azərbaycan bir nömrəli düşmanıdır. Və o düşman özünü hər dəfə göstərir. Yağış yağanda göstərir, gün çıxanda göstərir, qar yağanda göstərir, külək əsəndə göstərir. Hər dəfə göstərir, haradasa göstərir, yolda göstərir, metropolitende göstərir, tikintidə göstərir, Qarabağda göstərir, Aranda göstərir, dağda göstərir, göldə göstərir, göydə göstərir, dənizdə göstərir, çimərlikdə göstərir, nə bilim, səhrada göstərir, hər yerdə, meşədə göstərir, şəhərdə göstərir, kənddə göstərir, hər yerdə haradasa göstərir, elektrikdə göstərir, hər yerdə göstərir, qazda göstərir, suda göstərir, tərəvəzdə göstərir, meyvədə göstərir, hər göstərə gedir və bu korrupsiyada, bunun adı korrupsiyadır, böyük bir korrupsiya respublika səviyyəsində və bu korrupsiya respublikanın bir xərçəng kimi yeyir. Necə xərçəng insanı yeyir ha? İlbəyil gördüyümüz insan belə əriyir, ya gül kimi belə sovrulur. Bax, belə bir korrupsiya bu ölkəni, Azərbaycan bir orqanizmi belə sovrur. Və bunun axırı məhv olmadır. Bunun axırı ölməkdir. Necə xərçəngdən insan ölür. Necə biz Səhiyyə Nazirliyindəyik, artıq bu da təsdiq olunur. Azərbaycanda ən çox, dünyada artıq, dünya səviyyəsində Azərbaycanda ən çox yayılan xəstəliklər infarktdır və xərçəngdir. İnfarktda mən bilən dünyada 2-ci yerdəyik, xərçəngdə 1-ci yerdəyik. Yəni, hər ikisində də ən azı irəlidə gedirik. Yəni, bax, indi də artıq insan olaraq yox, vətəndaşlarımız olaraq yox, biz bir
ölkə olaraq bax belə məhv oluruq. Ya infarktdan, ya xərçəngdən, ya insultdan, nədənsə bax belə məhv olmağa doğru gedəcəyik. Ya öləcəyik, ya da ölmüş kimi vəziyyətdə qalacaq. İnsan insultda oldurur, belə yatır yataqda. Nə tərpənmir, ancaq gözləri tərpənir. Bax elə bir vəziyyətdə qalacağıq. Və bu siyasətə dur deyən olmasa, Azərbaycan ona doğru gedir. Yəni ya iqtidarın Azərbaycanın apardığı son mənzil ya qəbirstanlıqdır ölkə olaraq, ya da xəstəxana palatasında koma vəziyyətində, insult vəziyyətində süni nəfəs aparatına taxılmış olaraq qalmış bir vəziyyətimizdir. Allah qorusun hər ikisindən.